Əziz dostlar, dəyərli kolleqalar, sterilizasiya əslində sadəcə alətlərin cərrahidə istifadə olunan avadanlıqların steril olması mənasına gəlmir. Sterilizasiya əməliyyatxanada hər bir kəsin davranışı, geyimi, hərəkəti birlikdə olan ümumi bir prinsiplər məcbusudur. Ona görə də mütləq bir şəkildə əməliyyat otağında iştirak edərkən maskaların taxılması, eləcə də saç örtüyünün qapalı olması bir mənalı olaraq sadəcə formal bir xarakter daşımır və daşımamalıdır. Əfsuslar olsun ki, bugün dünyada, eləcə də ölkəmizdə bəzən əməliyyatxanalardan çəkilişlər olduğu zaman belə maskaların olmadığını, baş örtüyünün olmadığı halları ilə şahid oluruq. Amma unutmamaq lazımdır ki, bugün həm əməliyyatxanalar, həm anjioqrafiya və radiologiya otaqları invaziv prosedurların tətbiq olunduğu yerlər olduğuna görə, yəni bədənə implanta olunan stentlərin, süni ürəklərin, ürək qapaqlarının, eləcə də bildiyiniz kimi kardiostimulyatorlar dediyimiz fərqli cihazların implantasiyası olduğuna görə tam sterilizasiya qaydalarına riayət etmək məcburi bir tələbdir. Yəni buna qarşı gəlinməsi qətiyyən mümkün deyil. Ona görə fürsətdən istifadə edərək vurğulamaq istəyirik ki, hər bir xəstəxana, hər bir həkim mütləq bir şəkildə sterilizasiya qaydalarına riayət etmək məcburiyyətindədir. Bu çünki ən başda xəstələrin təhlükəsizliyi, eləcə də hüquqi tərəfdən gələcəkdə xəstəxanaların və tibb işçilərinin problem yaşamaması üçün vacib olan tələblərdən biridir. Deyə bilərsiniz, bəs doktor, siz əməliyyatxana ortamındasınız, niyə maskanız yoxdur? Onu deyə bilərəm ki, mən hal-hazırda əməliyyatxana koridorundayım. Koridorda maska keçici olaraq çıxarıla bilər, zərurət yoxdur. Onun istifadəsinə mütləq bir şəkildə, amma əməliyyatxana otağına girmədən əvvəl mütləq maskamız yenidən taxılmalıdır. Amma əməliyyatxananın koridorları daxil olmaqla başımızda kep mütləq şərtdir. Hər birinizə sağlam, xəstəliklərdən uzaq, xoşbəxt ömür arzulayırıq. Sağ olun.